Məhəbbət xanım, necəsiniz? Bugün qarma-qarışıq bir vəziyyət var. Tamaşaçılara açıqlayacaq. Ruhin də gəlib buradadır. Biləcək nələr baş verdiyini. Ümumiyyətlə, bax, elə Məhəbbət xanımdan da soruşur. Biz indi bir anons təqdim edək, çıxaq və qaydan kimi söhbətlərimizə başlayırıq. Ruhin də buradadır. Dünən danışa bilməmişdik. Bugün Ruhinin də məsələsindən bağlı danışacağıq. Bəzi əldə etdiyimiz məlumatlar var. Rəsmiyə xanımın da müraciəti var. Yəni artıq xanım deyəsən medianın işinə qarışmağa başlayıb. Gəldi burada. Yaxşı ki mənim otağımda kamera var, yaxşı ki söhbətlər var və yazılıb. O elə bilər ki yazılmayıb. Yəni otaqda kameramız var idi. Bir qısa ara verək, tezdə qaydaq inşallah. Səninlə danışmaq istəyirəm. Ruhinə verəm mikrofonu. Ruhinin məsələsindən keçid almalıyam. Dediyim kimi Rəsmiyə xanım, Ruhinin keçmiş qaynanası gəldi bura. Danışdıq və neçə gündür mən elə deyirəm, Ruhinin mövzusundan keçim, hələ ki tam keçə bilmirik. Bugün keçmək istəyirəm. Ruhinin yoldaşı, keçmiş yoldaşı kişi Türkiyədədir. Adı nədir? Gülanə. Gülanə və Gülanə haqqında məlumatlar gəlir ki, o ailə qurub Türkiyədə. İndi məsələ ondan ibarətdir ki, uşağın biri Ruhindədir, biri nənəsində, Gülanədə yox, nənəsindədir. Rəsmiyə xanım buraya gələndə bizim danışdığımız məsələlər bəlli idi və biz orada nələr danışdıq, dedik ki, razılaşdıq ki, Ruhin balasını görsün və sən də onda olan uşağı gör. Rəsmiyə xanım isə razılaşdı, sonra dedi ki, yox, mən razı deyiləm, uşaq istəmir, həmin uşağın görüntülərini yenə də Rauf təqdim edərsən. Mehriban olan vaxtları var idi, 2 ildən sonra bu studiyada Ruhin o uşağı gördü. Yeri gəlsə səslər var və video görüntülər var. Rəsmiyə xanımın bu hədə qorxu yazdığı məktublar var. Bunlar heç nəyə dəyişmir. O görüntülər gerçəkdir. Ekspertiza rəyini mən efirdə deməmişdim, indi deyirəm. Ekspertiza rəy verib ki, Ruhinin əlində bizə təqdim elədiyi Gülanə ilə bağlı görüntülər də var ki, güya iddia olanda, hətta mən də efirdə dedim ki, yox, öyle bir görüntülər yoxdur və s. Amma indi deyirəm, bax, bu Ruhinin uşağı ilə olan mehriban vaxtlarıdır. Güya indi uşaq istəmir. Halbuki uşağın görüntülərdə görürsünüz ki, necə atasını istəyir. Həmin görüntülər gerçəkdir. Heç bir montajdan, heç bir süni intellektdən söhbət getmir. Gülanə, həm o cavan oğlan var. Adı nədir oğlanın? Hansını deyirsin? İkincisi. Onun adını burada demək istəmirəm. Demək istəmirsən. Birinci də rəfiqəsinin yoldaşıdır ki, bunların... İkinci rəfiqənin yoldaşı. İkinci rəfiqəsinin yoldaşıdır hətta. Bunların bir yerdə mehriban olan vaxtları var. Bunlar bir dəqiqə... 15-ə vur 15-ə. Kişi nədir, sayı nədir? Hə... Estağfurullah, yanığımdan deyirəm. Heç nə, bu yazıq sakit adamdır, rahat adamdır. O iki başlıdır, amma qoy lazım. Nəyə qoyub götürür? Yəni, demək istəyir ki, mən də bir söz işlədirəm həmişə ki, bir xanıma bir kişi çoxdur, ikisi azdır. Bu da normal atalar sözdür, işlətmişəm. Və indi məsələ onunla ibarətdir ki, bu məktubla heç nəyə dəyişmir. Ruhin, rəsmiyə nə demişdi bizim otaqda? İndi görüntülər hazırlansın. Deyir ki, o uşağı, Ruhində olan uşağı, gör nənənin dediyi sözə bax, altından xət çəkərək deyirəm, ha, bax, sözümün də arxasında dayanıram, hələ bunu Ruhinə deməmişdim. O uşaqdan zəhləmiz gedir, xoşumuz gəlmir, ata tərəfinə oxşayıb, elə mənim yoldaşım da, elə biz də o uşaqda oğlandan deyir, bax cümlə belədir, qanımız qaynamayıb, bir nənənin dediyi sözdür bu, və məsələn açıqlığına o səsləri də sənə təqdim edəcəm, qoy utansın bir nənə, qoy yerin altına girsin bir nənə ki, bir nənədən geri söhbət, nəvəsi haqqında bu cümləni işlədir. Hələ gəlib burada bizim üstümüzə ruslar demiş, naiz edir. Bir nənənin dediyi sözdür, bax indi kameradan çıxarılır, görüntülər, mən ona söz vermişdim, o bizim sözümüzü tapdaladığına görə, bu hərəkətlərinə görə real addımlar, səndən pisi yoxdur, getmək istədiyin yerlərə də get, mən qarışmıram, özün bilərsən, hara gedirsən get, ayıb olsun onlara, hələ bir deyir, dərman atdırıblar, başını çöndərdilər. Ümumiyyətlə mən, bir dəqiqə, ümumiyyətlə, ümumi olaraq bir söz deyirəm, bunlara adiyyəti yox. O bəzən işlədilən söz var, bu ayrılanda çıxırdı, dərman atıblar, qızım o hala düşüb. Çox üzr istəyirəm böyüklərdən, o dərman atdırmaq belə heç nə deyil. Yəni, o hərəkətlər ki var, ona nəinki dərmana, bir ton dərmanı yedizdirsən, o hərəkətləri eləməyə taqəti olmaz. Başa düşürsünüz mü? İndi mən psixologumuza göstərəcəm o addımları. Taqəti olmaz. Yəni, bu yalancı vədlərlə nəsli allatmaq adı altında montajdır, qruplar, kimisə gətirib oraya qoyublar cümlələri, ayıbdır. Sənin bu məktublarına görə mən səndən rəsmiyə, səndən şikayət edirəm. Bugün Məhəbbət xanım məktubları göndərəcək, mənə şər atdığına görə, mənə böhtan atdığına görə səndən təzminat tələb edəcəm, səndən və sənin ailəndən və sənin o nəvən haqqında dediyin cümlələrə görə mən inanıram ki, tamaşaçılar sosial şəbəkədə qınaq atəşinə tuş gələcəksən, hər halda bir üzr istəməlisən. Bu da ayrı bir məsələ.
uşağı istəyir ki, Türkiyə aparsın. Mənə deyir ki, səslərə sonra gəlib, bugün səhər saatlarında qulaq asmışam, yenidən görün bizim onunla münasibətdə, danışığımızda. Aparsın Türkiyəyə, deyir, icazə versin Ruhin. Niyə verməlidir Ruhin? Anası gələcək orada ailə quracaq və yaxud da kimləsə münasibəti olacaq şəkillər var da. Yəni, olacaqsa, niyə uşağı Türkiyəyə getməyə icazə verməlidir bir ata? Məhəbbət xanıma yaxınlaşmışsan, Məhəbbət xanım, hansı addımlar atıla bilər uşağın əvvəl psixoloji mərkəzə yerləşdirilməsi üçün bir ay o uşağı oraya qalsa dövlət tərəfindən məcbur formada. Sonra mən əminəm ki, atasını istəyəcək. Təbii ki, bunun hamısı gördüyüm nədənsə mən gənclərə üzümü tutub deyirəm ki, siz boşananda bir-birinizlə daxili düşmənə çevrilməyin. Sizin bölünməyən və hər dəqiqə sizi bir araya gətirə biləcək evlatlarınız var. Sabah qadın sənin başın harada sıxışsa, istəyir qızınla, istəyir oğlunla bağlı. Heç kəs onun atası qədər sənə can yandırmayacaq. Valideyn ömürlük deyil. Onun atası var. Qanunda birbaşa düzünə göstərişdir ki, heç bir baba, nənə, yaxın, qohum, qonşu uşağı yanında saxlaya bilməz. Məhkəmə qaydasında əgər uşağın biri səndədirsə, sənlə yaşayacaq və sən onun qayğısına qalacaqsan. Çox üzr istəyirəm Məhəbbət xanım, davam edəcəksə, hətta burada cümləsinə bax. Amin Xəlil həmin görüntüləri Telegramda yayacağı ilə hədələyir. Bu sözü mən demişəmsə, qoy elə belə də geçsin, öz payıma deyirəm. Ən şərəfsiz insan mən olum. Yalan deyəndə həmçinin gəlsin ortaya çıxsın, görək nədir, nə deyil. Ayıbdır sənin, bu sənin acizliyini göstərir. Bax, bu ünvanladığın məktublar var ha. Ağdaşlıdır o, Ağdaşa da gedəcəm mən, Ağdaşa da, siz də Ağdaşlısınız da deyəsən. Gedəcək kəndə, şənbə gününə təsdiqlənsin, ya bu şənbə, ya o bir şənbə. Ağdaşda da olacaq və o görüntüləri mən deməli otaqda var görüntülər. Məktubu göstərirəm rəsmiyyəyə ki, rəsmiyyəyə, bax bu adam deyir, siz mənim işimə baxmırsınızsa, ki internet kanalı bax, yanında oturan Samir üçün. Dünən kimsə də internet kanalından dostlarımızdan oldu deyə gəliblər, müsahibə alıblar. Birazdan danışacağım. Halbuki Samir çox sonra peşman oldu. Dedim, ay Samir, xəbər göndərdim ki, sən bizə deməlisən, sən bizim qəhrəmanımızsan, gedib ora niyə müsahibə verirsən? Deyir, bəs efirdə görüblər, gəldilər. Bax, belədir Samir, belə deyil. Yəni, biz bunu qarışa bilmirik, amma verilişdə olanda deyirəm ki, başqa yerə müsahibə verməyin. Neçə dəfə Ruhun mənə deyib ki, internet kanalı var, adlarını da indi burada demirik. Bəs bu məsələ ilə bağlı bilirsiniz də, orada senzura yoxdur. Çıxmaq istəyirəm. Demişəm, Ruhun, biraz səbirli ol. Ruhun, biz məşğul olaq. Gətirdim də bura. İndi orada çıxsa, ondan sonra rəsmiyə bu nəslin qabağına nə cavab verəcək? Yəni, sən qızını müdafiə eləmə, şantaj edərək və s. montaj olunmuş. Bax, bunun cümlələrin var ha. Hamısıyla bağlı səninlə məhkəmədə görüşəcəm. Hamısıyla bağlı. Sən sübut eləməsən, ən azı 3000 manat, çünki ən azı 3000 manatdan gedir söhbət, səndən mən təzminatı alacam. Ən azı 3000 manat. Nəyə görə? Mən belə istəyirəm, çünki sən bu məktubları yazmışsan, vaxtımı aparmışsan, mənim vaxtım gedib, sən mənə şər atırsan, indi görərik məhkəmədə sən rəsmi və o görüntüləri də həmçinin demir montajda, bu cümlə belədir. Birbaşa cənab hakimin qarşısına çıxardarız və məhkəmədə də çəkiliş təyin edəcəm ki, icazə alacam Ədliyyə Nazirliyindən, bunu da eləmişik. Qoy açıq, ictimaiyyət içində açıq bir məhkəmə olsun. Amil müəllim, o xanım burada olanda onun danışıq tərzi... Biz onu zorla gətirməmişik, özü gəlmişdi. Özü gəlmişdi. Mən heç inanmıram əsla ki, o görüntülərin yayımlanmasından azca da olsa abır edə. O sizin şəxsi fikriniz. fikriniz. Əlbəttə, mənim subyektiv fikrimdir. Mən inanmıram o yayımlardan, o utana belə. Çünki o yayımın hamısı onun yoldaşının telefonunda var. Mən də onun vəkili kimi onların hamısını görmüşəm və bunun heç biri də montaj ola bilməz. Ruhu da elə bir şəxs deyil. Uşaqla da bağlı addımlar atılsın. İndi bəzi görüntülər var ki, mən təbii ki, o şəkilləri təqdim edəcəm, Ruhun təqdim edib, bu ayrı məsələ. Sonra mən hələ, görün nə mənə, o Ağdaşda onun qohumudur, birisi oldu, əmsi oldu kimsə. Dedim ki, xəbər göndərdim ki, Ruhunu anlatmışdım, açıq deyim. Dedim, Ruhun, eləmə, sən mənimlə müqavilə bağlamısan, bitsin, sonra müqaviləni də uzada gedirəm bu adamdan. Dedim, ayıbdır, oğlana da xəbər göndərdim ki, gəl bura, gəlin, üçümüz bu məsələni danışaq, sən çəkil kənarada, yəni bu iş məhkəməyə gedir. Oğlanın anası bizimlə danışır, oğlanı gizlədirlər ki, ailə qurur və s. Yeri gəlsə, ay rəsmiyə, sənin qızın cəmaatın üçün də bədbəxt eləyib. Birini də orada bədbəxt eləyib, yəni psixoloji, mənəvi. Hələ üstəgəl deyirsən ki, dərman atıb. Yəni mənim bu məktubluğu dedim sənə sübut eləyəcəm ki, sənin şər, böhtanın
sənin şər böhtanın, oruç tutmuşam deyə. Oruç tutan adam ən azından uşağı nəvəsi haqqında cümlələri işlətməz. Qanımız qaynamır deyir nəvəmizə. Bax, and olsun Allaha. Ərimin, əri də var da deyəsə, ərim dedi. Ərim deyir, o vaxtdan dedi ki, bu uşağı bizdən uzaq tutun, bu uşağa qanım qaynamır. Bax, bu rəsmiyyənin sözdür, bax, əlimi vicdanıma qoyuram, səsləri indi və görüntüləri çıxarsınlar, sabah təqdim edəcəm. Dedi, qanım qaynamır, o uşaq bizə çəkməyib. Nifrət eləyirəm deyir o uşağa. Bax, and olsun yaradana. Bu rəsmiyyənin sözüdür. Deməyibsə gəlsin desin, deməmişəm, mən də deyirəm də, sadəcə 40 dəqiqəli çəkilişdir, görüntüdür. Bir nənənin nəvəsi haqqında dediyi Bütün hamısı kameraya düşübsə buna subut və səslə bərabər. Bir şey deyim, bu oruç tutub, namaz qılıb, həzə gedib, Kərbayilə gedib, o özü üçün gedib. Bax, üzr istəyirəm, qohumları da indi zəng eləyər, onunla danışar, birdən deyər ki, yalan deyir. Şərəfimə and olsun, bunu rəsmiyə deyib və o səs 40 neçə dəqiqəlik, bilirsiniz, kameranın səsləri yazılmır, amma mən onu bildim və ora götürdüm, səs yazıma qoydum. Ki, yəni, bu qadından hər şey gözləyə bilərəm. Ona görə də o səsləri də təqdim edəcəm ki, bax, bir nənənin nəvəsi haqqında dediyi sözdür. Buyurun, Etibar müəllim, üzr istəyirəm. Yəni, söhbət ondan gedir ki, biz həmişə bizlərdən İraq bizə şamil olmur. İnsanlar var ki, orucla, namazla, həzlə özünə deyim də belə xalq qazandırır. O xalq deyil. Çünki Allahın bizə verdiyi namazda, orucda, oruç tutanlar elə bilir ki, yeməkləndir. Yox, yeməklə deyil. Bir ay insan hər bir şeydən islah olunur. Yəni, heç nədə, ancaq çox elə bilir ki, yeməkləndir bu. Su içmədim, yemək yemədim, nə bilim, iftarımı vaxtında açdım, elə deyil. Namaz qılan da deyir ki, həmişə namazı andısır ki, qıldığım namaz haqqında görürsən ki, yalandan deyir. Yəni, bunlar həyatda bizim... Görürsən ki, sələmlə pul verir, ya da işçinin maaşını kesir. Yəni, söhbət ondan gedir ki... Sən də kimdənsə sələm almısan, dəqiqə başı o söz deyirsən də. Söhbət ondan gedir ki, deyir, oruç tuturam o qadın, oruç tutan qadın nəvəsi üçün elə söz deməz. Olmaz elə şey. Bax, məsələ budur. Hətta öz anası da deyir. Mən indi bir dəqiqə hələ tələsmə. Və bu, dediyim kimi, Məhəbbət xanım, xahiş edirəm, elə günü bugün bu müraciəti hazırının o qadın, bunların hamısını mənə sübut eləməlidir və rəsmiyyət Tofiq qızından gedir söhbət və məhkəmədə mən onunla onsuz da görüşəcəm. Ona qalsa gələ biz rəsmi həkimlərə görə efir aparmayaq. Bu bir. İkincisi, görün, bir aydan çoxdur buradadır. Mən yenə də ona verdiyim sözü tuturdum bu günə kimi Samirə. Yenə də sözü tuturdum. Görün o bir ay ərzində o qız, uşağın anası nə mənə, nə Instagramda, ya və yaxud da qaynar xəttimizə bir mesaj mı yazsın, bir zəng mi eləsin və bilir, məsələdə xəbər var, desin ki, mənim balamdır, mən də onu da istəyirəm, bir kəlməsi yoxdur. Çünki istəmir. Və çünki indi mən həmin oğlanı da müraciət edəcəm, gətirəcəm bura, orada bəzi məsələlər var, onunla bağlı. Yəni, adam, o deyir, Məhəbbət xanım arada sözləri işlədir, o türk sözləri, günahkar ola-ola, sən hələ bizim üstümüzə də gəlirsən. Sən bir, mən nə dedim ona axırıncı dəfə orada, yeri gəlmişim oranın kamerasının görüntülərini çıxartmışıq, 6 ay yazır. Dedim ki, rəsmiyə sən, mən, Ruhin, uşaqlar, Tağı müəllim, hətta dedi Məhəbbət xanım da. Biz kənarda dayanacaq, hələli belə başlayaq. Ayda bir dəfə Ruhinin istəyi nədir? Uşağını görmək. Dedi, yaxşı, get günən, 2 gündən sonra mənə səs at. Biz razı deyilik, uşaq istəmir. Uşaqla burada Tağı müəllimlə söhbət edirik. Psixologumuz da onda buradaydı. Elmir bəy idi, səhv eləmirəmsə, yox, Lalə xanım. Lalə xanım mənə bax, burada oturmuşdu. Mənə qayıtdı ki, Amil, o uşaq sözləri deyil. 2 ildir nənənin yanındadır, amma o uşaq sözləri deyildir. O böyük sözlərdir, biz uşaq deyilik. O rəy də otağımdadır. Rəy də otağımdadır. Yəni, ay pərdənin arxasında dayanıb çəkib. Sən pərdənin arxasındaydın. Amil müəllim, bu yalanları... O danışıqları da, yəni o görüntüləri. Bir dənə söz deyim. Mənim əlimdə bir fakt var. O faktla mən 4 ildə hərəkət edirəm. Bu adamlar cəhdidi montaj edib. Mən ekspertiz arayın dedim, efirdə kağızı da götürərsən. Ədalət bəyin verdiyi rəydir. Cəhd edilər pərdanın arxasında. 4 dənə yalanla bunlar insanlar inanmır. Sonra mənə dedilər dərman. Əgər əlinizdə bir fakt varsa, onun birini tutun, axıra qədər onunla gedin də. Buna inanmırlar, dəyişirlər. Yox, adam bir abır həya eləyər ki, ay qardaş, o riski nə qədər də problemli adam olsa, bir addım dala gedim. Bir addım, yox, indi belə deyirlər. Buna nədir? Bir səsimi qaldırın. İndi...
sonra bu məsələni danışıb. Rəsmiyyənin o şəhərdə var, yer gəlmişsə sənin haqqında, indi burada dediyim metrə getməyən. Onu da xahiş edəcəm Məhəbbət xanımdan, o səs, o görüntüdə təqdim olunsun, sübut eləsin. Sübut eləsin. Olmaz, deyərsən ki, gəl bir gecə oturaq, danışaq, dərdləşək. Yeri gəlsən. Bəli. Valideyn üçün ən şirin Altı olan faktın altısında övladıdır və qoyacam övladdan məhkəmədə sonra qabaqlarına. nəvəsidir. Əgər bir nənə nəvəsi üçün o sözləri deyirsə, o həmən insanlar şəhər də gözləmək olar, böhtan da gözləməzdir, daha böyük fəlakətlər də gözləmək olar. Nədir, nəvə 2 gün, özdə ki, Allah hamd olsun deyirəm, bax, tamaşaçılara, bax, vicdanım haqqı deyirəm. Uşaq buradan həm səsləndi ki, bacı səni görmək istəyirəm. Çıxmışıq çölə o bir otaqda, yaxınlaşdı, qız qoymur, uşaq belə eləyir, qaç, öyrədi, baxı. Qaç o tərəfə, deyir, qoy öpüm səni gedimdə, heç olmasa. Bundakı oğlan deyir. Qayıtdı, öpdü, dedi, qoy nənəmi də öpüm, nənə belə. Dedim, az öpdü, belə də elədim. Görüşdü, tağım əlində orada oranı kameraları var. Allah'ın olsun deyirəm, yəni bir nənələr var, nəvəsini görmür, yenə ürəyi partlayır, yenə nəvə görmək üçün. Deyir, nifrət eləyir də bir növ. Bir növ yox, cümlə belədir. Deyir, yoldaşım da onu uzaq tutur, deyirdi, bu uşağı uzaq tutun. Bizim yanımızda olandan deyir, biz bu uşağı uzaq tuturuq yanımızdan. Bax, and olsun yaradana. Burada olan uşağı deyir. Ruhunda olan uşağı. Hələ bunlar bir yerdə yaşayanda deyir, biz o uşağı biz özümüzdən uzaq tuturduq. Uşaq da gül kimi uşaq. Görün indi, bəlkə də uşaq onu hiss eləyib. Hə, Turqay hiss eləyə bilər. Səndən də bir dənə üzrəm anten, göstərməyin Turqayı, bir dənə onu düzəldim oradan. Setavoydu. İşte yayımdır. Buyur. Dağıtmıram diqqətini. Doğrudan da uşaq bunu hiss eləyə bilərmi? Əlbəttə ki, hiss eləyə bilər. Sadəcə bir dənə nüansı qeyd eləmək istəyirəm. O uşaq böyüdükdən sonra ilk zədələyəcəyi adam, qarşı gələcəyi adam, onu dolduran adam vardı. Hə, uşaq orada aydındır ki, onun kognitiv prosesləri heç bir özünün deyil. Çünki uşaqlar ağverəyə yoxşayır, nə yazsan onu səsləndirirlər. İnşallah ki, Gülanə, sən elə o uşağa möhtac olacaqsan. Elə olur, xanım. Adətən tədqiqatlar göstərir ki, ataya qarşı və yaxud anaya qarşı elədiyin uşaqlar ilk fürsətdə səndən imtina eləyirlər. Yadından çıxartma. Həyat bumerangdır. Bir dəhşətli bir xəbər gəlir. Ruhinlə bax, Ruhin. İndi uşağın evdədir, dərsinlə məşğuldur. Mən əvvəla həqiqətən sənə təşəkkür edirəm. Sən yaxşı tərbiyə vermirsən. Əgər bugün uşaq bacısını, nənəsini görürsə, görüşmək istəyirsə, bu ayrı məsələdir. İndi zəngim də var. Zəngi bəlkə qəbul eləmədim. Gəlməlidir bura, kimlərsə. Və o cümlədən Ağdaşda o qardaşa səslənirəm. Bir ona yazdığım gəlir. O 2-3 nəfərə yox. Bir ona yazdığım gəlir və səni qoymadılar mənimlə danışmağa. İmkan vermədi rəsmiyə. Qəsdən elədi, bilmirəm nə elədi, imkan vermədi sənin anan, amma mən dostcasına yanaşmışdım bu məsələyə. Anar, təşəkkür, Ruhin. İndi danışmamısan verilişdən sonra uşaqla yəqin ki. Xeyr, danışmamışım. Anan vardı sənin, atanın, anan. Bəli, mənlə bir yerdə yaşayır. Səni təqdim edəcəm, bir yerdə yaşayırlar. Rəsmiyə gidən zəng gəlibmi sənə və yaxud da keçmiş həyat Heç birindən zəng gəlmir. Heç birindən. Bəs bu cəhd eləmirsən bu günlərdən bir danışasan yenidən uşağınla? Uşağımla, onsuz da onlarla əlaqəni kəsmişik, daha doğrusu da mən yox, onlar bizdən kəsiblər. Hansı nömrə alıram, bunlarla Hətta məktəbi belə dəyişdiriblər. Məktəbini belə dəyişdiriblər, bəli. Dəyişdirsə də məhkəmədə bir iddia alaq ki, Yox, mən məktəbdə dedim, uşağını görə özünə bilsin. izah elədim ki, sən mütləq formada vaxt elə git məktəbə, direktorla, ya sinif rəhbəri ilə danış, qızımı görmək istəyirəm və bunun hamısını görüntülü elə ki, bizə məhkəmədə lazım olur. Heç uşağı Amil müəllim düzəməli təhsil almağına da şərait yaratmırlar. Heç məktəbə də getmir o. Mən bir şey başa düşmürəm ki, bu uşağı bu atadan niyə gizlədirlər? Nədir bunların dərdi? Zəhmət olmasa o görüntüləri lap bir planda biz danışa. Uşaqla mehriban olan vaxtlarını. Nə var burada? Belədir. Mən bir zəng gözləyirəm. Atasız uşaqlar bilirsən də necə böyüyür. Etibar mənim, baxın. Bu 2 il yarım bundan öncənin kadrlardır. Baxın, indi bu uşaq düşmən ola bilərmi atası ilə? Yox, ola da bilməz, olmamalı da. Atası da mədəni bir insandır, görürük də göz qabağındadır. Bilirsiniz də kimin bacısı oldu dedikdə Habil Əliyevin. Valla bacısı oğlu kimindirsə özünə görə mən ona hörmət edirəm. Niyə görə? Xanım, Habil Əliyevin. Tərbiyəli insandır, qabiliyyətli insandır Ruhin. Vallahi billahi. O uşaq atası ilə görüşsə yaxşı böyüyər. Atası ilə görüşməsə yaxşı olmayacaq. Bəli. Vallahi billahi düzdür. Mən təşəkkürlərimi edəcəm, zəng gəlirlər. Gördünüz də, deyir ki, atasız qızı mən almaram. Dedi də, indi dedi. Yox, başa düşdüm də. Yəni nə deməkdir bu? Deməkdir ki, atası var gül kimi pis çıxmasın, hə. Sabah qapısını döyəndə deyəcək atam var.
qınandı və audiovizual şura da sağ olsun bu cür şeylərdə dəstək verir. Bildim ümumi, yəni qınaq var da, qınaq. Xəbərlərim olacaq. Mən istəyirəm ötürək Ruhi ilə, daha doğrusu Aygün xanıma Ruhi ilə də bağlı yazıblar yenə də. Mən qoşmayacağım onlardan heç kimi efirə. Ta ki, yenə də sülhün tərəfdarıyam. Ta ki, yenə də istəyirik ki, uşaqlar bir yerdə olsun. Bütün bunlardan sonra heç bir sülh ola bilməz. İstəmirsiniz. Artıq vəkili Məhəbbət xanım deyənə qarışmıram. Amir müəllim, ən azından burada canlı verilişdə xanım dediklərini siz ona güzəşt elədiniz. Siz o verilişdə onu biz anlatmadınız ki, nəvə haqqında bu... Demək istəmədim. Allah'ın da olsun demək istəmədim. Amma indi bugünkü o səsləri təzdən bu gördüyünüzdə verəcəm yenə də sizə. sizdən şikayət yazır. Onların heç birini mən hesab edirəm ki, bağlamayın. İnsanlar hər bir atdığı adıma görə cavab vermədiyi üçün başqaları da sabah onun hərəkətini davam elətdirir. Çox təəssüf, çox təəssüf. Yəni, o əslində, yəni özümüzü tərifləmirik ya, bu məsələ bəzi insanların əlinə düşsə, onu bulurlar, təqdim edirlər. İstəyir o şiddət olsun, istəyir... Çünki orada elə hallar var, belə normal oturuş görüntülərdə onu verə bilərlər, çünki keçmiş həyat yoldaşı verir. Günah məndədir əslində. Mən həmişə deyirəm, yaxşı olsun, amma görün vəziyyəti, görsün də vəziyyəti. Deyirəm ki, indi yenə də getdim orada, hələ davam edirəm, 47 dəqiqəlik səsdir. Yox, ərim deyir, nifrət edirdi o uşağa. Deyir, biz onu uzaq tuturduq. Cümlə belə deyir, biz o uşağı deyir, uzaq tuturduq. Görün, nesənə, görün. Amma bizə indi görüntülər atıblar, hazırlayırlar ki, Rəfiqə özünü pis hiss eləyib, Füzuli bəyin gəlini. Bu hadisələr fonunda, uşağın ananı tərk etməsi fonunda. Amma Nigarla da danışıram, deyirəm, bəlkə bu vəziyyətdə geçsin. Nigar deyir, istəmirəm, mənə o cür ana lazım deyil. Biz məcburu götürüb uşağı verə bilmərik. Bunun bir psixoloji durumu var. Amma Ruhi ilə bağlı elə bilməsinlər, nə qədər öyrədisinlər. Bir ay o Məhəbbət xanımın sayəsində alınıb, Ədliyyə Nazirliyinin tabeliyində olan bir quruma veriləndə, orada Ruhi ilə onsuz da görüşəcək, gələcəksə anası da. Nənə uzaqlaşdırıla bilərdi orada. Nənə kimdir ki? Nənə heç kimdir də, yəni bu işdə. Ümumiyyətlə, nənəni valideynlər icazə verir ki, nənə ilə görüş. Əgər nənə o uşağı özününkiləşdirərək atadan uzaq tutursa, təbii ki, məhkəmənin qərarı əsasında Ruhinin səlahiyyəti var ki, uşaq ata kimi ona veriləcəkdir və nənənin onunla görüşü də Ruhi tərəfindən qadağan edilə bilər. Nədən? Çünki o biri nəvə haqqında dediklərini ki, siz dediniz bəyək bizə, biz burada hamısı... Onu da təqdim edəcəm. Fatimə Hacıbəylinin salamlayıram, bilirsiz, anası dünyasını dəyişib, gələcək efirimizdə, Allah rəhmət eləsin və biraz əvvəlki məsələni eşitib, deyir, indi çıxa bilmirəm, salamlayır hamınızı, deyir, ata atadır, ana ana, nə atanı ər əvəz edər, nə də ananı arvad əvəz edə bilər. Turqay bəy də sevinir burada, yumruq tutur ki, bəli. Amir müəllim, bir söz deyim, söhbət ondan gedir ki, o anası Türkiyədadır uşağın. Yəni bunun nə dəxli var? Atası burada sağdır, sağ salamatdır, uşağa da baxır, böyük uşağa da. Yəni ana Türkiyədə əgər uşağın dərdini çəkirsə, Türkiyədə nə gəzir ana? Üstə gəl, özü bu vəziyyətdə 1-0 geridə olduğunuz vəziyyətdə bu sülhü, 2 sülh addımı üçün əl uzatmışıq sizə. Hələ bəzilər arsız, özü də ki, bunu kim yazıbsa, çox savadsız, bir texniki hərif səhvləri çoxdur burada. Bu hərif səhvlərini düzəldin, altına xətt çəkmişəm. Özü də aparıcı yox, aparıcı, sonra gübilliyə yox, gülanə olmalıdır. Yəni, bu səhvləri hələ bir gedin düzəldin, ondan sonra bizə ağıl dərsi keçir. Bu bir. İkinci məsələ dediyim kimi, yenə də Məhəbbət xanıma yazdım, göndərdim şəxsiyyət vəsiqəmi. Bundan da bağlı mütləq müraciət olunsun, mütləq. Siz bizim efirimizin rəsmi vəkilisiniz və sübut eləmədikdə 3000 manata kimi təzminatı qoyun ora. Artımının da cənab hakimdən xahiş edəcəyik. Bu da ayrı məsələ. Uşaqla bağlı dediyi fikirlərə də görə üstə gəl, onların hamısını sübut eləməlidir ki, bunlar nə dərəcədə düzgündür. Hiçbir dərəcəsi yoxdur onun. Keçən dəfə mənim burada... Ümumiyyətlə, ana bir dəfə bu qədər veriliş getdi, bu qədər oğlu ora çıxdı, uşaq ondan istənildi. Ümumiyyətlə, nə zəng elədi, nə yazdı, nə... Onun üçün uşaq maraqlı deyil ki. Deyirəm, 1-0 geridə ola. Deməkdən nə deyirsiniz, razıyıq. Çünki bu görüntülər, yenə də deyirəm, Ruhun yerinə başqası olsa bütün nəslə göndərər o görüntüləri. Onu da mən sakitləşdirmişəm ha. Bəli. Yazışmamız hamısı durur Ruhindən. Mən sakitləşdirmişəm ki, Ruhin eləmə, filan şey. Deyirəm sizə, o əslində Ruhinin bəzi kinli qaldığı əsas o qohumudur ki, mən hətta onu da dəvət edirdim. Dedim, gəlin 3-ümüz, 4-ümüz, indi Məhəbbət xanımda 5-imiz bir oturaq. Mənə şərtlər göndərsən, rəsmiyəsən, məndən şahid. Səni kimlərə qalsa, televiziyalar gələk efir verməsin. Yəni, oturaq ki, qoy kim nə eləyir, əslində elə
bütün verilişlər, bax istəyir şou verilişləri, istəyir əyləncə, istəyir musiqi verilişləri. Yəni biz demokratik ölkədə yaşayırıq. Niyə? Yığışdıraq tar kamanı qoyaq, baxacaqsa mı? Ötən gün biri mənə yazıb ki, niyə siz tarla kamanla efir vermirsiniz? Deyir, amma gedin mədəniyyət kanalında baxın da. Baxırsansa, lap nə deyim mən? Amir müəllim, mən otururam, bilirsən də, biraz genişdir Bəli. bizim əhatəm. Otağınız da genişdir maşallah, görmüşəm. Mənə bir sual verirlər ki, orada olan Həqiqət məsələlər həqiqətdirmi? Deyirəm ki, qardaş, əgər, demirəm ha, Bəli. başqa dur demirəm, deyirəm ki, əgər mən gedirəmsə orada, Bəli. başqa ekspertlər gəlirsə, özünə hörmət eləyənlər də. Bəli. Və heç kimi də öyrətməmişəm mən bu günə kimi Orada olan bəllidir. məsələlər hamısı fakt olan məsələdir. Yəni başqa bir məsələ yoxdur orada. Ki, deyim ki, Bilirsiniz orada niyə? şişirdirlər, nə bilim, O qədər digər öyrədirlər. verilişlərdə şişirdilmə, öyrədilmə şeylər var ki, düzünə də inanmırlar. Cəmaatı Məsələ odur qınamalı da. deyil. Məsələ Cəmaatı odur. qınamalı Və deyil. mən hətta bax televiziyadan düşdü qayıdıram bu söhbətə. Bir neçə həmkara da belə xəbər göndərdim ki, biz oturma